Hoca, bir dəqiqə ərzində Türk dövlətlərinin yerləşdiyi iqlim qurşaqlarını saya bilərsən? Sayaram. İlk olaraq qeyd edim ki, ekvatorial, subekvatorial və tropik iqlim qurşaqları Türk dövlətlərinin heç birinin ərazisində yayılmır. Başlayaq yalnız subtropik iqlim qurşağında yerləşən Türk dövlətlərindən. Bunlar Türkiyə və Şimali Kiprdir. Düzdür, Şimali Kipr dövlətinin müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınsa da əlavə olaraq qeyd edək. Daha sonra həm mülayim, həm subtropik iqlim qurşağında yerləşən Türk dövlətləri və yaxud qurumları hansılardır? Bunlar Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Çinin tərkibində olan Sinsiyan Uyğur Dövlət Qurumudur. Daha sonra yalnız mülayim iqlim qurşağında yerləşən dövlət və yaxud dövlət qurumları, yalnız mülayimdə yerləşən müstəqil dövlət Qazaxıstandır. Dövlət qurumlarındansa Ural Volqavoy regionunda yerləşən Başqırtıstan, Çuvaşiya, Tatarstan, Şimali Qafqaz regionunda yerləşən Qaraçay, Çərkəz və Kabarda-Balkar, daha sonra Sibir regionunda yerləşən Altay, Tıva və Xakasya dövlət qurumları yalnız mülayim iqlim qurşaqlarında yerləşir. Daha sonra yeganə dövlət qurumu Saxa-Yakutiya dövlət qurumudur ki, bu iç iqlim qurşağında yerləşir. Hansı iqlim qurşaqlarıdır? Mülayim, subarktik və arktik iqlim qurşaqları bu dövlət qurumunun ərazisində yayılmışdır.